Yəni niyə biz 2-ci Qarabağ müharibəsinə bağlı bircə dənə film çəkə bilməmişik? Yəni Fəryad filmi olmasa 1-ci Qarabağ müharibəsinə də bağlı bir normal filmimiz yoxdur. Üzə çıxardılar. Yəni bu suallar həqiqətən bir vətəndaş olaraq məni narahat eləyir. Mən çox istəyərdim ki, Azərbaycan xalqını da narahat eləsin. Çünki narahat olmadığımız müddətdə bu problemlər həll olunmayacaq. Biz yəni xalq olaraq 30 il Qarabağ problemini dərd eləmişik və bu dərd nəticəsində gedib onu çözmüşük. Azərbaycan xalqı da kinonu da artıq dərd eləməlidir, oturub danışmalıdır. Biz niyə həqiqətən kino çəkə bilmirik? Problem nədir? O çayxanada, pubda biz danışmalıyıq bu barədə və problemin həlli ilə bağlı çözümlər axtarmalıyıq. Və əminəm ki, tapacağıq. Yəni biz böyük problemi həll eləmişik də. Yəni Qarabağ müharibəsini həll eləmək, o müharibəni udmaq daha böyük bir uğurdur. Bizim dövlətimiz bunu bacarıb. Biz Qarabağ müharibəsi ilə bağlı, 2-ci Qarabağ müharibəsi ilə bağlı layiqli filmlər çəkməkdən başlamalıyıq. Daha sonra da silsilə şəkildə bu filmlər tamaşaçının rəğbətini, alqışını qazandıqca düşünürəm ki, digər mövzulara da müraciət eləmək olar. Çünki birinci binanın fundamentini qoymaq lazımdır, sonra 58-ci mərtəbəni tikmək lazımdır. Mən düşünürəm ki, Azərbaycan tamaşaçısı hələ görmək istədiyi mövzuları bir görsün, yəni hansı mövzulardakı film istəyir, o mövzularda filmləri bir görsün, ondan sonra biz qədim dövrdə filmlər çəkərək, yəni bizi heç nə bundan saxlamır. Ümid edirəm ki, mənim düşüncələrim doğru qəbul olunar kino camiasında, Azərbaycan ictimaiyyətində və biz dövlət olaraq, vətəndaş olaraq, kino camiası olaraq əl-ələ verib bu problemlərin həllini birlikdə illər ərzində həll etməliyə çalışmalıyıq.